Xoş gördük, hörmətli izləyicilərim. Göyçay şəhərində, asfalt yolun kənarında 4 sotdan ibarət bir dənə gözəl həm obyekt, həm də ki, torpağımızı çəkməyə gəlmişik. Bildirmək istəyirəm ki, evimiz üçün fundament tökülüb. 2 mərtəbəli evin fundamentidir. İlk öncə obyektimizi göstərək, sonra torpaq sahəsində yerləşən həmən o 2 mərtəbəli evin bünövrə hissəsini göstərək sizə. Zəhmət olmasa 11-in 6-ya. Həmən bu obyektimizdir. Bildirmək istəyirəm ki, bu obyektin 2-ci mərtəbəsidir və 1-ci mərtəbəsi də var. Orada deməli, hazır işlər görülməyib. Necə? Yəni, bildirmək. Hörmətli izləyicilər, bu obyektimizin 2-ci mərtəbəsidir və 1-ci mərtəbəsi də var. O 1-ci mərtəbədə hazırlıq işləri görülməyib. Yəni, təmir olunmayıb. Təmir olunan bu 2-ci mərtəbədir. 11-in 6-yadır. Göstərək zəhmət olmasa. Obyektin işığı, suyu, qazı, çıxarış qubca. Qiyməti demirəm. Qiyməti az sonra sizə torpaq hissəsini göstərək. O dediyim 2 mərtəbəli evin fundamenti. Orada qiymət deyəcəm, şok olarsınız. Bax, hörmətli izləyicilərimiz, həmən deməli bizim torpaq hissəsinə bu gördüyünüz durduğum ərazi və buradan üz aşağı gördüyünüz ərazi daxildir. İndi ev 2 mərtəbəli evin fundament hissəsini göstərək. Keçiyoruz. İzləyicilərim, gördüyünüz həmən dediyim 2 mərtəbəli evin əhatə dairəsidir bura. Obyekt orada, ev burada. Qardaş, həm evin var, həm hazır biznesin var. Nə istəyirsən? Qiymət 22.000 manat. Yüngül cüzi bir endirim olacaq. Sahibi deyir ki, qardaş, real gələn olsa qiymətdə endirim edəcək. Evlər də göstərək zəhmət olmasa. Yaşayış evləri var. 4 bir tərəfində yaşayış evləri var. Marşrut yolun yanında, asfalt yolun kənarı, obyekt, torpaq 22.000 manat. Nə lazımdır? Gəl al da.